İndi uşaqlar, gəlin 2021-ci ildə 1-ci və 4-cü qrupların DİM sınavına düşən sualları müzakirə edək. Başlayaq elə birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, watt vurulsun, saniyə bölünsün, metr kvadratı nəyin vahididir? Birincisi biz bilirik ki, watt nəyin vahidi idi? Gücün. Gücün düsturu nə idi? M bərabərdir A bölü T. Bütün işlərin vahidi joule, bütün zamanların vahidi saniyə, onda joule bölünsün. Saniyə vurulsun. Nə oldu? Özü də saniyə kvadratı deyil. Saniyədir. Deməli, joule bölünsün, saniyə vurulsun, saniyə bölünsün metrin kvadratına. Saniyələr getdi, qaldı joule bölünsün metrin kvadratı. Joule da dedik ki, bütün işlərin, bütün enerjilərin vahididir. A bərabərdir Fs-dən Newton vurulsun metr. Onda Newton vurulsun metr bölünsün metrin kvadratı oldu. Nə deməli burada baxıram ki, Newton bölünsün metr. Təbii ki, Newton bölü metrdir. Biz bilirik ki, nəyin vahidi idi uşaqlar? Sərtliyin, sərtlik əmsalını. Niyə görə? F bölünsün delta L, F bölünsün X, o da bizə nəyi verdi? K-nı. Cavab yəni nə olacaq elə bir də C variantı. Keçək indi 32-ci sualımıza. 32-də nə deyir bu bizim üçün? Deyir ki, iki disk bir-biri ilə qarşılı əlaqələndirilib, radiusu 10 santim olan ikinci diskin tezliyi 2 saniyə üstü mənfi 1 olarsa, A nöqtəsini B nöqtəsinə nəzərən sürətini hesablayın. Baxın, burada biz artıq fırlanma, hərəkət istiqamətinə görə A-da sürətin yuxarı bu şəkildə, B-də də sürətin bu şəkildə aşağı olduğunu bilirik artıq. Çünki biz bilirik ki, sürət çevrəyə toxunandır. Sözsüz ki, saat əqrəb istiqaməti boyunca da bizim bu çevrəmiz, qayışımız fırlanırsa, əlbəttə ki, sürətlərin istiqaməti belə olacaq. İndi A ilə B-nin bir-birinə nəzərən sürətini istəyin. Nəzərən nisbətən görə sözləri varsa dedik, nəyə gedirik? Nisbi sürətə. Onda VAB, VA plus VB olacaq. Çünki nisbi sürət əksi olanda toplanaraq tapılır. Bu necədir? Qayışlı ötürmədə uşaqlar. Qayışlı ötürmədə sürət nə idi? Sabit idi. Yəni, A ilə B-nin sürəti əlbəttə ki, ikisi də bir-birinə nədir? Bərabərdir. VA bərabər olmalıdır ilə VB-yə. Baxıram, mənə radiusu 10 santim olan ikinci diski verib və plus ikinci diskin tezliyini verib. Onda gəlin elə ikinci diskin, yəni B diskinin 2 PNR-ə görə sürətini hesablayaq. Onsuz da o A-nın da sürətidir. 2 vur 3. Tezliyimiz neçə idi? 2 idi. Radiusumuz 10 santim, yəni 0,1 və buradan tapdıq ki, 1,2 metr bölü saniyə bərabər imiş bizim sürətimiz. A-nın da B-nindir. Və təbii ki, bunları da indi artıq cəmləməliyəm, çünki əks istiqamətli idi. Deməli, A-nın B-yə nəzərən nisbi sürəti gəlib nəyə bərabər çıxdı? 2,4-ə. Onu da bizə A variantında qeyd edib. Keçək indi baxaq 33-ə. 33-də deyir ki, 2 eyni kütləli kristal maddənin temperaturunun onlara verilən istilik miqdarına asılı qrafiki verilib. Kristal maddənin xüsusi istilik tutumları və xüsusi ərimə istilikləri arasında hansı münasibət doğrudur? Birincisi uşaqlar, gəlin baxaq əriməyə. Mən bilirəm ki, əriməyə sərf olan istilik miqdarı nə idi? Lambdayım. Buradan da xüsusi ərimə istiliyini tapanda olurdu nə? Q bölünsün M-ə. Bizə məsələdə nə demişdi? Eyni kütlələri, atın geçsin kütlələri. Onda biz nəyə baxmalıyıq? Q-ya, ərimə, bərkimə, sublimasiya, desublimasiya, buxarlama, kondensasiya. Dedik ki, bu kimi proseslərdə, 6 dənə prosesdə həmişə temperatur sabitdir. Ona görə sən xüsusi ərimə istiliyini tapırsansa, müqayisə edəcəksənsə, sabit hissələrə baxmalısın. Sabitlərdən də baxıram ki, 2 daha çoxdur. Q2 yəni böyümüş nədən? Q1-dən. Əlbəttə ki, lambda da Q ilə düz asılı olduğu üçün lambda 2 böyük olacaq nədən? Lambda 1-dən. Ona görə cavabın burada B olma, cavabın burada A olma, ehtimalı, həmçinin Y olma, ehtimalı yoxdur. İndi baxırıq burada xüsusi istilik tutumlarına. Xüsusi istilik tutumları qızma, soyuma zamanı özünü göstərdi. Bu kimi proseslərdə ki, onların da qrafiki necə idi? Düz asılılığın qrafiki. Soyuma olanda deyək, temperaturun qrafikinin istiqaməti bu şəkildə aşağı olur. Qızmalarda isə elə göstərilən kimi yuxarı. İndi Q bərabərdir Cm delta T-dən. C-ni tapanda olacaq Q bölünsün M delta T-yə. İndi baxıram, eyni kütləlidir. Burada artıq biz müqayisəmizi aparacağıq həm temperatur dəyişməsinə görə, həm də Q-ya görə. İndi baxaq. Deməli, mən baxıram ki, bizim birinci qrafikimizin son həddi buradır. Yəni, birinci qrafik üçün temperatur dəyişməsi 1 bu qədərdir. Baxın, T0-dan. Baxıram ki, son arasında bu qədərdir. İndi keçdik ikinci qrafikin sonuna. İkinci qrafikin sonu buradır. Onda ikinci qrafik üçün başlanğıcdan baxanda temperatur dəyişməsi 1 bu qədərdir. Yəni, ikincinin temperatur dəyişməsi birincidən nədir? Böyükdür. Keçdik indi biz bunun Q-da özü üçün yer tutmasına. Deməli, baxıram ki, birinci, baxın, Q-da 1 bu qədər yer tutub. Yəni, istilik miqdarı qrafikində sonuna fokuslandı. Görürsünüz, 1 bu qədərdir. Amma birincinin sonu da burada bitdiyi üçün baxırıq ki, birincinin artıq Q-su bu qədərdir. Yəni, Q1 böyükdür Q2-dən. İndi sözsüz ki, S Q ilə necə asılıdır düz? Q-su böyük olanın S-si böyük. Q T ilə temperatur dəyişməsinə necə asılıdır? Tərs. T-si kiçik olanın da S-si yenə nədir? Böyükdür. Yəni Q böyük, S kiçik olsun ki, xüsusi istilik tutumu da böyük qiymət alsın. O da
Q'su böyük olan hansıydı? Q1. T'si kiçik olan hansıydı? T1. Onda əlbəttə ki, S1 nə olacaq? S1 də bizim S2-mizdən böyük olacaq. Cavab ona görə nədir? Gördüyünüz kimi elə D variantı. Keçək baxaq 34-cü sualımıza. 34-cü sualda bizə gördüyünüz kimi 2 dənə sxem verib. Deyir ki, bunlarda uyğunluğu təyin et. Lampalar paralel qoşulub. Əlbəttə ki, gözlə də görünür. Hansındır uşaqlar? Təbii ki, ikincidir. Ona görə deməli, bir gəldi 2-yə. Daha sonra deyir ki, lampalardan biri xarab olarsa ampermetrin göstərişi 0 olar. Əlbəttə ki, məsələn, tutalım, birinci xarabdır. Ampermetrdən müsbətdən gəldi cəryan. Görsünüz ki, bu xarab olduğuna görə cəryanı ötürmür. Nəticədə də mənfi qütbə cəryan gedib çata bilmədiyi üçün L1, L2, ampermetr heç biri işləməyəcək. Eyni şeyi L2 üçün də deyə bilərsiniz. Təbii ki, bu nüans ardıcıl birləşmədə müşahidə olunur. Ampermetrin göstərişi mənbənin uclarındakı gərginliklə düz mütənasibdir. Ampermetr nəyi ölçür? Cəryan şiddəti. Cəryan şiddəti nə idi? I bərabərdir, U bölünsün R. Əlbəttə ki, ampermetrin iş prinsipi budur. Gərginliklə düz, müqavimətlə tərs asılı olaraq işləyir və nəticə etibarilə də həmin göstərişə, artıq daha doğrusu buna uyğun olaraq bizim üçün göstəriş verir. Bu hər ikisinə aiddir. Çünki yenə qeyd edirəm, ampermetrin göstərişinə, ampermetrin işləməsinə uyğun şərtdir. İndi lampadan keçən cəryan şiddətləri eynidir. Yəni cəryan sabitdir. Nə vaxt? Ardıcıl birləşmədə birincidir. Lampadan keçən cəryan şiddəti onun müqaviməti ilə tərsdir. Yəni artıq cəryan şiddəti dəyişdi. Tərs asılı olaraq, düz asılı olaraq artıq bizə qrafikin verilməsi yaxud deyilməsi bu dəyişmə deməkdir. Dəyişmə də nə vaxt idi? Cəryan dediyi ardıcılda sabit, paraleldə isə dəyişir. Onda bu gəldi artıq ikinciyə. Yenə qeyd edirəm, ampermetrdən voltmetrin göstərişi ilə bağlı bir nüans qeyd edilsə, onu mərkəzə aid edin. Çünki o ampermetr cihazının, voltmetr cihazının ümumi işləmə prinsipidir ki, bu qaydaya baxaraq biz ampermetrin göstərişini, voltmetrin göstərişini təyin edirik. İndi deməli 1-ə 2, 4. 1, 5, 3, onu da gördüyünüz kimi harada verib bizim üçün elə D variantında qeyd edib. Bu da 34-cü sualımız idi. İndi gəlin keçək baxaq 35-ə. 35-də nə deyir bizə? Deyir ki, K açarını açdıqda tutumu S1 olan kondensatorun yükü necə dəyişər? Deməli, açar əvvəl nəymiş? Bağlı. Deməli, bax, açar əvvəl bağlıdır. İndi uşaqlar, açar bağlı olanda baxaq görək, bizim burada yükümüz hardan keçirdi? Təbii ki, mən dedim ki, açar bağlı olarsa, baxın, gəldi müsbətdən bizim yükümüz. Gəldi, S1-dən keçdi. Daha sonra açar bağlı olduğunu görərək S2-dən keçməz. Rahat yolu seçər özü üçün. S2 yükü tutub saxlayan cihazdır. İstər-istəməz oradan keçəndə mən yükdə itirəcəm, mənə lazım deyil. Rahat yolum işləyirsə buradan keçdim. S2-dən heç bir yük keçmədi və gəldi öz mənfiyə qütbünü tamamladı, dövrünü tamamladı. Yəni, nəticə etibarilə S2-dən yük keçmədiyi üçün açar bağlı olanda yalnız işləyən bizim nədir? Burada S1-imiz. Onu da S1, S2-yə bərabər verib, gəlmeli sadəlik namında 1S qəbul edir. Daha sonra baxıram. Sonraca açar nədir? Açıq. Bu əvvəl idi. Sonra artıq açarımız açıqdır. İndi açar açıq olanda yuxarıdakı yol işləmir. Məcburam ki, gəlib müsbətdən çıxandan sonra S1-dən də keçəndən sonra S2-dən keçim. Nəticədə öz dövrümü mənfi qütbə tamamlaya bilim. Yəni, bu zaman S1 də S2 də işlədi və necə işlədi? Ardıcıl birləşdirildiyinə görə ardıcıl olaraq işləyibdir. Yəni, S1-dən keçən yük eyni şəkildə S2-dən də keçməlidir. Mən bilirəm ki, ardıcılda elə dediyimə görə Q sabitdir. U dəyişir. U bərabərdir Q böl S-yə görə. Gördüyünüz kimi dəyişənə görə məxrəcli aldım. Onda 1 bölünsün. S ümumi bərabərdir 1 böl S plus 1 böl S. Çünki gördüyünüz kimi S'ləri də eyni vermişdi. Sadəlik namında da 1S qəbul etdik. Onda oldu 2 bölünsün S. Yəni S ümumimiz nəyə bərabər imiş? S bölünsün 2-yə. İndi deməli uşaqlar. Mənim qütblərdəki gərginliyim də sabitdir. 1 U'ya bərabərdir kimi. Yəni hər hansı bir U məsələn 20, 40, 50 volt belə bir qiymətə malikdir. İndi əvvəl açar bağlı olanda bizim gərginliyimizin hamısı S1 kondensatoruna verilmişdi. İndi açar açıq olanda 2 dənə kondensator var. Ona görə gərginliyin bir yarısı S1 kondensatoruna, digər yarısı isə S2 kondensatoruna veriləcək. Niyə görə? O bərabərdir Q böl S-dir. Ardıcıl birləşmədə Q sabitdir. Bir digər tərəfdən mənim S-lərim də eynidir. Onda U-lar da nə olmalıdır? Bərabərdir, eyni. Məsələn, 1 U-dursa, yarısı bunun payına düşəcək, S1-in payına. Yarısı düşəcək nəyin payına? S2-nin payına. Bu şəkildə yəni irəliləyir. Bax, bunu da yaddan çıxarmayın. İndi deməli, məndən istədiyi nədir? Yükü.
Q bərabərdir nə idi düsturumuz? S1 U1. Məsələdə də görürsünüz nə deyir? S1 kondensatorunun yükü nə qədərdir? S1 kondensatoru biz dedik açar bağlı olanda da işləmişdi. Açar açıq olanda da işləmişdi. Yəni S1 kondensatorun tutumunda heç bir dəyişiklik baş vermədi. Dedik dəyişiklik harda baş verdi? Gərginlikdə. Yenə qeyd edirəm. Niyə görə? Əvvəl açar bağlı olanda yalnız S1 tutumlu kondensator işləyirdi. Ona görə qütblərdəki gərginliyin hamısı S1 kondensatoruna verilmişdi. Açar açıq olanda ikisi də işlədi. Ona görə gərginlik də bərabər şəkildə paylanmasını da isbat etdim. Niyə görə? Yük eyni. Plus bir digər tərəfdən burada bizim kondensatorlarımızın tutumlarını eyni verib, gərginliyi dəyişən, fərqləndirən heç nə qalmamışdı. Ona görə gərginliyin bir yarısı S1-ə, bir yarısı da S2-yə verildi. Yəni artıq S1-in payına düşən gərginlik hamısı deyil, yarısı da əvvəlkinə. Onda gərginliyimiz yəni 2 dəfə azaldı. Yük də təbii ki, nə edəcək onda? 2 dəfə azalacaq. 2 dəfə azalacaq. Ona görə bax, artıq nə oldu? Cavab 2 dəfə azalır, C də verir. İndi keçək deməli gəlir bizim 36-cı sualımız. Nə deyir bizə? İzobar proseslərdən hansında verilmiş kütləli ideal qazın aldığı istilik miqdarı ən böyükdür. İndi mən bilirəm ki, Q bərabər idi nəyə? Delta U-ya. Delta U-nu da yerinə gətirib nə qoyacağım? Niyə delta T P-ni sabit veribsə temperatur dəyişəninə görə gedim. Baxırıq ki, bizim burada istilik miqdarımız temperatur dəyişəninə necə asıdır? Düz asıdır. Yəni temperatur harda daha çox dəyişimə məruz qalıbsa, istilik miqdarı da orada böyük qiymət alacaq. Baxıram ki, baxın, o da hardadır? 7, 8 hissəsində görürsünüz, temperatur bir bu qədər dəyişib. Ona görə cavab nə olacaq elə? B variantı. İndi keçək deməli gəlir bizim burada hansı sualımız? Gəlir bizim 37-ci sualımız. 37 nədir bizə? Deyir ki, içərisində qaz olan kolba maye manometrlə birləşdirilir. Kolbası olan qaba salındıqdan sonra manometrin göstərişi necə dəyişdi? Kolbadakı qaz üçün hansı ifadələr doğrudur? Uşaqlar, buradan deməli, mənim baxın, bu qabım üçün, bura qazın təzyiqidir. Bu hissəyə isə səthi açıq hissəyə isə nə təsir göstərəcək? Atmosfer təzyiqi. İndi atmosfer təzyiqinin təsiri bir bu qədərdir. İndi qazın təzyiqi üçün də yenə bu tərəfdən göstərim, bir bu qədərdir. İndi atmosfer təzyiqi dəyişərmi? Əlbəttə ki, xeyr. Atmosfer təzyiqi burada qazın təzyiqinin dəyişməsinə əsasən özünə daha çox yer, daha az yer tutub. Atmosfer təzyiqi dedik ki, təqribən 10⁵ Paskala bərabərdir və bu qiymətdə hesablanıb bizə verilib. Dəyişməzdir. Yəni atmosfer dəyişmir. Ona baxmayın. Baxın qazın təzyiqinə. Qazın təzyiqinə görə atmosfer daha az, daha böyük, yerə neyniyib təsir göstərib. İndi qazın təzyiqi əvvəl bu qədər idi. Baxıram ki, indi bir bu qədərdir. Qazın təzyiqi neynədir? Artdı. Qazın təzyiqi artan yerdə temperaturda neynəyəcək? Artacaq. Həcm burada dəyişmir. Niyə görə? Çünki mənim burada qabım dəyişməyib ki, eyni qabdan söhbət gedib. Qab dəyişmədiyi müddətcə həcm də əlbət ki, dəyişə bilməzdi. Ona görə təzyiq artıq artan yerdə həcmin də sabit qiymətini biz bilirik nədir? PV bərabər NRT-dir. İons da sabitdir, ironsuz da sabitdir. V də dedik qab dəyişmədiyinə görə sabitdir. Qazın təzyiqi artan yerdə temperatur artacaq, həmçinin orta kinetik enerji artacaq, həmçinin orta kvadratik sürət artacaq, həmçinin daxili enerji nə edəcək? Artacaq. İndi baxaq görək bunlardan da hansını verib? Orta kinetik enerjisi elə baxın burada artmışdır Y variantında. Ona görə cavabımız nə olacaq? Y variantı. Keçək baxaq indi 38-ci sualımıza. 38-də nə deyir bizə? Deyir ki, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Yəni rho maye bərabərdir nəyə? 3 rho cismi. Daha sonra deyir ki, kütləsi 3 kiloqram olan kürəciyə bağlanmış ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Mən bilirəm ki, ip aşağıdansa gərilmə də aşağıdandır. Hər bir cismin mərkəzinə, yerin mərkəzinə ağırlıqdır. Yuxarıda mayedə əlbəttə ki, bu təsir göstərisi daha doğrusu. Cisim özünə mayedə yer tutursa, ona yuxarı doğru da Arximet qüvvəsi nə edəcək? Təsir göstərəcək. İndi ipə bağlı cisimlərdə dedik, desə də, deməsə də tarazlıq mütləq şəkildə qorunmalıdır. Yəni, yuxarı yönələn qüvvələrlə aşağı yönələn qüvvələr bir-birinə kompensasiya etməlidir. Mg plus T gərilmə bərabər olacaq F Arximeti. Mənə burada nə istəyir? Gərilməni. Gərilmə də onda F Arximet minus Mg. Əlbəttə ki, hər ikisi üçün ortaq vuruq kimi Mg-ni çıxaranda rho maye bölünsün. Rho cisim burada yaxınlaşdıraq deməli. Rho maye bölünsün. Rho cisim minus 1 bərabərliyini alırıq. F indi gətirib bütün qiymətləri yerinə yazıq. Kütləni verib bizə 3 kiloqram, J'si 10'dur. Mayenin sıxlığı cisminkindən 3 dəfə böyükdür. 3 rho cisim bölünsün rho cisim minus 1. Onda təbii ki, buradan 30 vur 2. Gərilmə qüvvəsi nəyə bərabər imiş? 60 Newtona bərabər imiş. Onu da bizə B variantında qeyd edib. İndi 39'a baxaq.
Deyir ki, maksimal hündürlüyə qalxma müddəti. T qalxmanı istəyir. T qalxmanın da düsturu nə idi konkret olaraq? V0 bölü J yaxud da kök altında 2H maksimal bölünsün J. İndi baxaq 40-cı sualımıza. 40-cı sualda baxırıq. Bizə nə deyir burada? Deyir ki, bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşdirilmiş AC naqilindən sabit cəryan keçir. S nöqtəsinin potensialı A-dan böyükdür. Bax, yazıram. Fi S böyükdür fi A-dan. Uşaqlar, yadınızda saxlayın. Cəryan həmişə potensial böyükdən kiçiyə axır. Yəni, S-nin potensialı A-dan böyüksə, cəryan da S-dən A-ya doğru nə edəcək? Axacaq. Bu oldu cəryanın istiqaməti. İndi sol əl qaydasına görə də səndən nə istəyir? Amper qüvvəsini tapmalıdır. Əlbəttə ki, mən bilirəm ki, nöqtə idisə, biz bilirik 4 barmaq necə yönəlməlidir? 4 barmaq artıq yönələcək. Təbii ki, bizim bu cəryanımız istiqaməti. Baxın, indi şəkil çəkməyə çalışacağım. 4 barmağımız yönəldi. Bu cəryanın istiqaməti. Nöqtədirsə, özü də artıq əlin üstünü görməliydiniz. Əlin üstünü gördüm. 4 barmaq cəryan istiqamətində və tapdıq ki, baş barmağımız necə yönəlir? Baxın, baş barmağımız da uşaqlar bu şəkildə aşağı yönələcək. Ona görə bax elə bizim amper qüvvəmizin istiqaməti necə olacaq? Aşağı, yox, daha doğrusu yuxarı yönələcək deyirəm. Yaz çəkmişəm, aşağı deyirəm. Yenə qeyd edirəm, bax, burada tam göstərə bilmirəm. İstiqamətləri mənim dediyim kimi bircə-bircə əlinizi yerləşdirin. 4 barmaq sol əlin özüdə. Qüvvədən söhbət gedirsə dedik, maqnit bölməsində sol ələ baxıram. Sol əlin 4 barmağı cəryan istiqamətində, nöqtədirsə də sol əlin üstünü görməlisən. Sol əlin üstünü görmək şərti ilə 4 barmaq cəryan, baş barmaq da necə yönəlir? Əlbəttə ki, yuxarı. Elə bu baş barmaq da nəyi göstərəcək? Bizim amper qüvvəmizin istiqamətini. Ona görə cavab nədir? A variantı. Keçək indi baxaq 41-ci sualımıza. Görək 41-də nə deyir bizə? Deyir ki, 41-də harmonik rəqs edən cismin sürətinin proyeksiyasının zamana asılıq qrafiki verilib, hansı zaman anlarında cismə təsir edən qüvvənin modulu ən böyükdür. Mən bilirəm ki, sürət, impuls, kinetik bu üçü eyni qanunla dəyişən kəmiyyəti idi. Təcil, qüvvə, potensial enerji, bir də yer dəyişimi. Bu dördü eyni qanunla dəyişən kəmiyyəti idi. Əlbəttə ki, bunların maksimum qiymət aldığı yerdə bunlar necə qiymət alacaq? Minimum. İndi deməli qüvvə böyük qiymət alsın, yəni maksimum qiymət alsın. Onda sürət dediyi necə qiymət almalıdır? Minimum kiçik, yəni absisin üzərində olmalıdır. Baxıram ki, absisin üzərində olan deməli budur. T1-dən T2 görürsünüz, təpə və çökükləri göstərir, maksimalları. Bir də T4-dür. T3-dən T4 bizim absisimizin üzərində, yəni sıfırın üzərindədir. Ona görə minimum qiymət alır və bu da qüvvənin maksimumu deməkdir. Cavab ona görə nədir? T3, T4 deməli Y variantında verilib bizim üçün. Gəlin indi, keçək baxaq, deməli, gəlir bizim 42-ci sualımız. 42-ci sualda baxıram ki, kinetik enerjinin dəyişməsini verib. Və biz bilirik ki, kinetik enerjinin dəyişməsi nəyə sərf olunurdu? İş görməyə. Delta YK bərabər idi nəyə? A-ya. Və plus bir digər tərəfdən mənə deyir ki, cismə təsir edən qüvvənin modulunu neynəməlisən? Hesablamalısan. Əlbəttə ki, onda mən işin yerinə gətirib tez Fx yazıram. X, S, L, H bunlar hamısı eyni kəmiyyəti. Heç bir fərqi yoxdur yoldaşlar. O sizin üçün çaşdırıcı olmasın. Dəyişmə də nədir? Sondan başlanğıcın çıxılması. İndi baxaq. Deməli, sonu 120. Başlanğıcı 30. Qüvvəni tap deyir. Yer dəyişməni də burada verib 6. Bunda 90 bərabərdir 6F-ə. F-imiz də nəyə bərabər imiş? Sən demə 15 Newtona bərabər imiş. Onu da bizə harada verib gördüyünüz kimi, onu da bizə elə C variantında qeyd edib. Keçək indi baxaq 43-ə. 43-cü sualımızda burada şəkili tamam pis günə qoyublar. Gəlin mən çəkim bu. Deməli, bura müsbət Q-dur. Bura müsbət Q-dur. Bura mənfi Q-dur. Burada müsbət Q-dur. Deyir ki, nə deyir bizə? Diagonalların kəsişmə nöqtəsində yekun elektrik sahəsinin intensivi necə yönəlir? Bax, buradayım. Deməli, mən bilirəm ki, müsbətdən neyinir uşaqlar? Müsbətdən çıxır. Bax, özü də kəsişmə nöqtəsini boş-boşuna verməyib. Bax. Bu kəsişmə nöqtəsinə nə inəcəksiniz? Bax, bu şəkildə müsbətdən çıxdı. İndi bunu 1 yazıramsa, bunu da Y1 yazdım. Yenə bu da ikinci olsun məsələn. Baxıram ki, mənim ikincim də yenə artıq müsbətdir. Yenə bu müsbətdən də çıxmalıdır. O Y2 necə yönəldi? Baxın bu şəkildə. Və Y1-dən Y2 bir-birini kompensasiya etdi deyə bilərik. Çünki yüklər eyni, məsafələr eyni. Əlbəttə ki, ədədi qiymətləri bərabərdir, istiqamətləri əksdir. Bu ikisinin yekunu bizə nə verəcək? 0 verəcək. Elə gəlin, bax, bunu silirəm. Bunlar bir-birini kompensasiya edib apardı. İndi keçdik bu birinə. Deməli, bu üçüncü müsbətdir. Yenə çıxmalıdır. Bu şəkildə çıxdı. İndi nəhayət baxıram, bu dördüncü mənfidir. Mənfiyə neyinir? Daxil olur.
bu diaqonalların kəsişmə nöqtəsinə. İndi Y3-dən Y4-ün istiqaməti eynidir. Əlbəttə ki, yekun da bunların ilə vahid istiqaməti boyunca yönələcək və ona görə cavabımız nə olacaq? 5. Görsünüz. Onu 5 istiqaməti kimi bizə verib. İndi gəlin keçək, deməli, gəlir bizim burada 44-cü sualımız. 44-də nə deyir uşaqlar? Deyir ki, deməli, 44-cü sualda bizə qeyd edir ki, iki cismin yer dəyişməsinin zamanı asılı qrafik verilib. Qrafiklərdən hansı ikinci cismin birinci cismə nəzərən sürətinin proyeksiyasının zamanı asıllığını ifadə edir? Birinci baxıram. Birinci də, ikinci də. Bərabər sürətlə hərəkət üçün ST qrafiklərdir. Bərabər sürətlə hərəkətdə sürət necə qalırdı? Sabit. Ona görə A ola bilməz, B ola bilməz, Y ola bilməz. Getdi. Cavab ya C-dir, ya da D-dir. İkisindən biridir. İndi baxırıq ki, V bərabərdir düstur nə idi? S bölünsün T. Əlbəttə ki, S-in böyük, T-nin kiçik olduğu yerdə bizim V-miz böyük qiymət alacaq. Amma S-in kiçik, əksinə T-nin böyük qiymət aldığı yerdə V necə qiymət alacaq? Kiçik qiymət alacaq. Yəni, qrafikdən də aydın şəkildə görünür ki, birincinin qiyməti ikincidən nədir? Böyükdür. İndi birinci də baxırsınız, zaman oxundan yuxarıdaydı. Yəni, x ox istiqamətlə bərabər sürətlə hərəkət edir. İkinci də zaman oxundan yuxarıdadır. Yəni, x ox istiqamətlə bərabər sürətlə hərəkət edir. Yəni, eyni istiqamətli hərəkətdir. Eyni istiqamətli hərəkətə nisbətən nəzərən görə dedik, nisbi sürəti bildirirsə, nisbi sürət əlbət ki, necə tapılır da çıxılaraq. Görsünüz nə deyir? İkincinin birinciyə, onda ikincidən mən artıq birincini çıxaraq tapdım, çünki eyni istiqamətlidir. İkinin də qiyməti birdən kiçik idi. Onda əlbəttə ki, bu qiymət bizə nə verəcək? Bir mənfi qiymət verəcək. Ona görə cavabımız nədir? D. Yəni, mənfi qiymətdən sabit olacaq uşaqlar. Qurtardı getdi. İndi gəlin keçək baxaq. Gəlir bizim burada hansı sualımız? 45. Konkret gətirib baxın. Deyir ki, kütləsi 2 kiloqram olan cismin sürətin zamanı asıllığı 3 plus 2t şəklindədir. Hansı zaman anında cismin kinetik enerjisi 121 joule. Kinetikin sürətlə kütlədən olan düsturu nə idi? mv kvadratı bölgü. Gətirib yerinə qoyun. Kinetiki verib 121. Kütləni verib 2. Sürətimiz 3 plus 2t. İndi sözsüz ki, mötərəzi kvadratı. Gəlin yazım. Buradan 2'lər getdi. Hər tərəfi indi kvadratdan da azad edəcəm. 3 plus 2t'nin mötərəzi kvadratı bərabərdir 121'ə. Onda 11 bərabərdir 3 plus 2t'yə. 2t'miz də bərabər oldu. 11'dən 3 çıxanda əlbəttə ki, bizə verəcək 8. T'miz də bərabər oldu nəyə? 4 saniyə. Ona görə cavab nə oldu elə uşaqlar? Gördüyünüz kimi A variantı. İndi gəlin keçək baxaq 46-cı sualımıza. Görək 46-da nə deyir bizə? Deyir ki, proton şəkildə göstərildiyi kimi, bax, diqqətli olun. Bir cins maqnit sahəsinə daxil olur. Elektrikə yox. Maqnit sahəsinə daxil olub yoldaşlar. İndi deyir ki, hansı qrafik protonun kinetik enerjisinin yer dəyişməsinin asıllığını ifadə edir, digər qüvvələrin də təsirini nəzərə alma. Mən baxıram ki, mənim yüklü zərrəciyim sahəyə paralel daxil olub. Və biz də dönə-dönə qeyd eləmişdik ki, yüklü zərrəcik sahəyə paralel daxil olanda, görürsünüz, V ilə B-nin istiqaməti necədir? Bir-birinə paralel. Yüklü zərrəcik sahəyə paralel daxil olanda düz xəttli bərabər sürətlə hərəkət edirdi. Yox, əgər yüklü zərrəcik sahəyə demişdik ki, artıq perpendikulyar daxil olarsa, bu zamanda çevrə cızaraq nə edirdi? Bərabər sürətlə hərəkət edirdi. Bir sözlə necə hərəkət edir? Bərabər sürətli. Bərabər sürətlə hərəkət edirdi. Onda bərabər sürətli hərəkətdə mən bilirəm ki, sürət, impuls, kinetik enerji. Bunlar nədir uşaqlar? Sabit. Sürət, impuls, kinetik enerji. Bunlar nədir? Sabit. Sabitin də grafikini harda verib bizim üçün? Y variantında. Qurtardı getdi. Sabitin də grafiki elə bizə Y-də qeyd olunub. İndi gəlin keçək baxaq 47-ci sualımıza. 47-də nə deyir bizə? Deməli, 47-ci sualımızda baxırıq ki, Lorenzin induksiyadan asılı grafikini verib. Deyir, zərrəcin sürəti hansı faydayla təyin olur? Özü də perpendikulyar da daxil olub. Perpendikulyarlıqda biz bilirik ki, sinus 90 1 alır. Ona görə QVB sinus alfa da yazmayın. QVB yazıram. Tapaq buradan V-ni F Lorenz bölünsün olacaq nə? QB. Lorenz Y-in yerindədir, Q öz yerində, B X-in yerində dayanıb gördüyünüz kimi. Onda deməli, Y-in X-ə nisbəti bizə verdi tangensi. Tangens alfa bölünsün nəyə? Q-ya. O da harda verilib bizim üçün? Onu da bizə elə D variantında qeyd edib. İndi keçək baxaq, deməli, gəlir bizim burada hansı sualımız? 48-ci sualımız. 48-də deməli bizə deyir ki, proyeksiya aparatında cismin böyüdülmüş, aydın xəyalını almaq üçün hansı şərt ödənməlidir? Uşaqlar, bunları konkret bilməlisiniz. Lupadır, proyeksiya aparatıdır, fotoaparatdır. Bunların hamısının xəyalları hansı aralıqda alınırsa, mütləq biz bilməliyik. Nəzəri nüanslarımızdır. Sizin vaxtınız yoxdur ki, burada cavabları götürüb hamısını bir-bir yazasınız, xəyal qurasınız. Deməli, bizim proyeksiya aparatımızda dedik ki, həmişə artıq harda
alınırdı. Bizim burada cisimimizi daha doğrusu harda yerləşdirməliydim? F-dən 2F arasında yerləşdirməliydim ki, Fox'dan 2 qat Fox arasında. Bizim də xəyalımız deyilən kimi artıq böyüdülmüş alınsın, aydın alına bilsin. Yəni proyeksiya aparatında yenə qeyd edirəm, cisim Fox'dan 2 qat Fox arasında yerləşdirilir. Ona görə cavabımız nə deyilə? B variantı. Keçək indi baxaq 49-a. 49-da uşaqlar bu suallar həddən artıq bax, son illərdə gözümüzə çarpan suallardandır. Bizə deyir ki, konturda yaranan induksiya cəryanının qiyməti ən böyük olsun. Və burada da sürətlə bağlı nüans qeyd edilir. Biz demişdik ki, nisbi sürət 0 olanda bizim EHG-miz, induksiya cəryanımız yaranması. Ki, əlbət ki, indi ən böyüyü də deyirsə, deməli nisbi sürət böyük olanda da mənim induksiya cəryanım, EHG-m necə qiymət alır? Böyük. İndi nisbi sürətin ən böyük qiyməti nə vaxt idi? Əks istiqamətdə, çünki nisbi sürətdə dedik ki, nisbilikdə təzadlıq var. Eyni də çıxılır, əksdə toplanır. Ona görə əksdə ən böyük qiymət alırdı. Onda baxıram ki, konturun istiqaməti necədir sağa? Maqnit sağa hərəkət eləməsin. Əksdə böyük qiymət alırsa, maqnitin onda hərəkət istiqaməti necə olmalıdır? Sola. Amma elə bir qiymət verər ki, o fərq bir qədər böyük çıxar. Gəlin bir-bir baxaq. Deməli, A variantına görə bizim onsuz da konturumuzun istiqaməti sağadır və 1 metr böl saniyədə hərəkət edir. Əlbəttə ki, onda maqnit də sola 1 metr böl saniyə sürətlə hərəkət edərsə, onda buradan V nisbi dedik, əksdə toplanır. 1 plus 1 bizə nə verəcək? 2. Bu A variantına görə aldığımız nəticədir. B variantına görə 2 metr böl saniyə sürətlə deyir ki, sola hərəkət eləsin. İndi sol, kontur sağ, onda əks istiqamətlidir. Əks istiqamətli hərəkətdə əlbəttə ki, nisbi sürət necə tapılır? Toplanaraq. Konturunki 1 idi. Maqnit sola 2 metr böl saniyə sürətlə hərəkət edir. Onda bu bizə verdi 3 metr böl saniyə. Keçdi indi C-yə. C-də 3 metr böl saniyə sürətlə sağa, konturda sağa hərəkət edirdi uşaqlar. Onda bunların hərəkət istiqaməti eynidir. Nisbi çıxılaraq tapılacaq. 3 çıx 1, 2 metr böl saniyə elədi. Keçdi indi D variantına. D variantı 1 metr böl saniyə sürətlə sağa hərəkət edir. Əlbəttə ki, 1 çıx 1, ümumiyyətlə bu fərq bizə gördüyünüz kimi 0 verir. Burada induksiya cəryanı EHG yaranmaz. Ki, əgər məsələnin şərtində elə sizə desəydi ki, induksiya cəryanı EHG yaranmasın, elə cavabımız nə olacaqdı? B variantı. Çünki 1 çıx 1 fərqi bizə 0 verir. Yenə qeyd edirəm, nisbi sürət 0 olanda kəsik həlqədə EHG və induksiya cəryanı 0-dır. İndi D variantını gəlin baxaq onda. D-də də 2 metr böl saniyə sürətlə sağa, yenə kontur da sağa, maqniti də onda sağa aparıramsa eynidir. Eynidə də çıxılaraq tapılır. Ən böyük gördüyünüz kimi B variantında 3 metr böl saniyə almışam. Ona görə cavabımız, yox, mən bu B-ni olaraq hansını yazmışam? Hə, bu C-dir. Bu deməli C variantıdır. Yazdığım yəqin ki. Nə yazmışam mən burada? Yəni, hər nəysə cavab burada artıq olacaq əks istiqamətlilərdən C variantı. Prosto onu harada yazdım bilmədim. Qarışdırdım uşaq. A-da yazmışam. B-də bu getdiyiydi. C-də 1 plus 2. Bu C-ninkidir. Bu Y-ninkidir. Hə, bu Y-ninkidir. Özümdən sıralama vermişəm mən Allah burada. Hə, bu C-dir, bu Y-dir. Ona görə elə cavabımız yenə 3 metr böl saniyə alınan hansıdır? C variantındaydı. C olacaq. Yəni nisbi sürət böyük olan yerdə induksiya cəryanı EHG də böyük qiymət alacaq. İndi 50-ci sualda deyir ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi göstərilib, təcilin istiqaməti. Qüvvə və təcil əkiz xarakterə malikdir. Əlbəttə ki, qüvvənin istiqaməti aşağıdırsa, təcilin də istiqaməti aşağı olacaq. Ona görə cavab nə deyilə? A variantı. Keçək indi gəlir 51-ci sualımız. 51-də deyir ki, işıq şüası hava su sərhəddinə perpendikulyar istiqamətdə düşür. Hansı ifadə doğrudur? Biz dedik ki, perpendikulyar düşəndə istiqamətini dəyişmədən nə edəcək? Şüa irəliləyəcək. Ona görə qətiyyən istiqamət dəyişmir. Bunu yazdıq və əlbəttə ki, havada sındırma əmsalı bizim ən kiçik qiymətimizə malikdir. Havada məsələn sındırma əmsalı 1-dir, vakuumda 1-dir. Mühitdə 1-dən böyük olur. Yəni sudakı sındırma əmsalı 1-dən böyükdür. Təbii ki, onda sındırma əmsalı artdı. Onda V bərabərdir S böl N-ə görə sındırma əmsalı artan yerdə sürət də nə edəcək? Tərs asıda azalacaq. Ona görə deməli işığın sürəti azalır. Bir də işığın yayılma istiqaməti dəyişmir. 1, 4, onu da harda verib bizim üçün elə A variantında. Keçək indi 52-yə baxaq. 52-də nə deyir bizə uşaqlar? Deyir ki, F2 qüvvəsinin O nöqtəsinə nəzərən qolunu hesablayın. İndi mən bilirəm ki, biz dedik ki, nədir? Fırlanma oxunan qüvvə və ya onun uzantısına çəkilən perpendikulyar. Çəkilən perpendikulyarın nə idi? Uzunluğu idi. İndi baxaq burada, diqqət edir. Birincisi F2-nin deyir. Qolunu tapmalıyım. Mən onda buradan bax, bu O ilə özüm çəkimdə
F2 qüvvəsinin görüm qolunu harda müşahidə edirəm? Baxıram ki, belə çəkəndə görürsüz perpendikulyar olmur. Ona görə F2-nin uzantısını çəkdim. Bu şəkildə çəkdik. Və sözsüz ki, baxın elə. Bu bizim fırlanma oxumuzla F2-nin uzantısı arasında olan perpendikulyar, qalan perpendikulyar bizim nəyimizdir? Məsafəmiz, qolumuz. Onda qolumuz nə oldu elə? OS. OS uzantısını çəkin, özünüz tapın da. Niyə variantlara görə gedirsiniz bir də? İndi 53-cü sualımıza baxaq. 53-ə deməli induktivliyi verib bizə, maqnit sahəsinin enerjisini verib, sarğacdakı cəryan şiddəti. Bunların birgə iştirak etdiyi düstur nə idi? Li kvadratı bölü 2. İndi deməli enerji 1-dir. Li bizə verib 0,5. I kvadratı öz yerində tapmalıyıq. 2 də öz yerində. İndi buradan I kvadratı vurulsun. 0,5 bərabər oldu nəyə? 2-yə. Buradan I kvadratı bərabərdir 4-ə. I də bərabər oldu kvadratdan azad edəndə 2 amperə. Yəni mənim cəryan şiddətim elə nəyə bərabər imiş? Sarğacdakı sözsüz ki, cəryan şiddətimiz 2 amperə bərabər imiş. Keçək indi gəlir bizim burada hansı sualımız? 54-cü sualımız. 54-də nə deyir bizə? Deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş. Termistorun temperaturunu azaltdıqda dəfələrlə qeyd eləmişik ki, uşaqlar cihazlardan bircə dənə rezistor, fotorezistor demir amma rezistor, mühitlərdən də bircə dənə metaldır ki, dəyişənlə düz aslı idi. Qalan hamısı dəyişənlə tərsi. Yəni burada temperaturda da dəyişən. Sən elə deyilmi? Temperatur azaltılsa, müqavimətin nə edəcək? Artacaq. İndi gəlin cəryan şiddətinə baxaq. I bərabərdir U bölünsün R-ə görə. Müqavimət artan yerdə cəryan şiddəti nə edəcək? Azalacaq, çünki gərginliyi də onsa sabit vermişdi bizə. İndi I doyma bərabərdir. N-yə bölünsün T-dən. Əgər mənim cəryan şiddətim azalırsa, sərbəst yük daşıyıcıların sayı, yəni N nə edəcək? O da azalacaq. Ona görə 2, bir də cəryan şiddəti azalır 5. Bax, bu bizim elə doğru cavabımızdır. 2, 5. Gəlin indi keçək, gəlir bizim 55-ci sualımız. 55-də nə deyir bizə? Deyir ki, 27 dərəcə temperaturda nisbi rütubət 60% olarsa, havadakı su buxarının parsial təzyiqini paskallarla hesablayın. İndi baxıram ki, burada bizə nəyi verib mötərizədə? Doyan su buxarının sıxlığı. Onda mən nisbi rütubətin sıxlığa görə düsturuna gedirəm. Rho böl, Rho 0 vurulsun 100%. İndi məndən istədiyi parsial təzyiqdir. Rho 0-ın qiyməti var, F-nin qiyməti var. Onda biz əvəzləməni bu naməlumda Rho-da aparmalıyıq ki, parsial təzyiq havadakı su buxarının təzyiqidir. Sürətdəkilər dedik havadakı su buxarına aiddir. Məxrəcdəkilər isə nəyə aiddir? Doyana aiddir. Sözsüz ki, sən yəni əvəzləməni sürətdəkində apara bilərdin. Məxrəcdəkində apara bilməzsən. Məxrəcdəki doyana aiddir. Səndən parsial təzyiq isə havadakı yenə qeyd edirəm su buxarına aiddir. Ona görə gəlin əvəzləməmi aparım ki, baxıram bizə nə verib temperatur, baxıram bizə nə verib universal qaz sabiti, malyar kütlə. Bunların hamısının birgə iştirak etdiyi nə idi? İdeal qazın sıxlıq düsturu. Biri M bölü V idi, biri nə idi? Rho bərabər idi. PM bölünsün RT. Biri də hətta M0 N idi. Konsentrasiya olan. İndi deməli buradan Rho 0-ı öz yerində 100%-də yazdım. İndi gəlin bu artıq normal şəkildə salaq kəsirimizi. PM bölünsün Rho 0 R vur T vurulsun 100%-ə və buradan parsial təzyiq deyirsə təzyiqimi də tapım. P bərabər olacaq deməli F vurulsun Rho 0 vurulsun R vur T bölünsün malyar bölünsün 100%. Gətirib bütün qiymətləri yerinə qoyaq. Nisbi rütubətim 60-dır. Doyan su buxarının deməli sıxlığını verib 3 vur 10 üstü mənfi 2. 3 vurulsun 10 üstü mənfi 2. Daha sonra universal qaz sabiti əlbəttə ki 8-dir. 27 dərəcəni də Kelvinə keçirəndə 273 üzərinə gələm. Çünki temperaturun BC-də vahidi Kelvindir. O da neçə eləyəcək onda? 300 Kelvin. Daha sonra bir digər tərəfdə malyarı verib bizə neçə? 18 vur 10 üstü mənfi 3. Sonra 100%-i də öz yerində. İndi bu 100'ü apardım. Getdi. İndi baxıram ki, burada nə qaldı? Gəlin baxaq, burada deməli bu 10 üstü mənfi 2-dən 10 üstü mənfi 3 aparım. Onda məxrəcdə olacaq 18 vurulsun 10 üstü mənfi 1. Sürətdə də 60% qalmışdı. Sonra 3'ü qalmışdı. Bir digər tərəfdə 10 üstü mənfi 2-ni apardım. Yenə 3-dən 3 ilə gəlin bax buradan vurum. 3-dən 3 9 idi. Bir də nəyi qalmışdı? 8'i qalmışdı. İndi buradan bu 9, bu 18 getdi, qaldı elə 2. İndi sözsüz ki, bu 8'dən bu 2'ni də apardım, qaldı burada nə 4. Onda 60 vurulsun 4, eləyəcək 240, 10 üstü mənfi 1 də yuxarı qalxdı, müsbət 10 elədi. Elə cavab nəymiş? 2400 Pascal. Yəni mənim parsial təzyiqim 2400 Pascala bərabər imiş. İndi keçək gəlin deməli 56-cı sual indi. Bunun məndə materialı var. Bunu da birləşdirəcəm videoya. Baxaq 57-ci sualımıza.
57 nə deyir bizə? Deyir ki, alfa çevrilmə, beta çevrilmə, qamma şüallanma. Alfa çevrilmə zamanı dedi helium 2, 4 artıq burada biz zərrəciyinin ayrıldığını müşahidə edirik. Onda helium 2, 4 isə əlbəttə ki, demişdik ki, yük ədədi 2 vahid azalır. Bərabərliyin sol tərəfindən sabitliyin qorunmasına görə. Kütlə ədədi də nə edirdi? 4 vahid azalırdı. Beta çevrilmə zamanı elektron mənfi 1 zərrəciyə ayrılırdı. İndi görürsünüz mənfi 1'dir. O şey yük ədədi 1 vahid artırdı ki, o mənfini kompensasiya eləsin. Amma kütlədə elektron mənfi 1 0 dediyim üçün 0'a görə kütlə ədədində heç bir dəyişiklik yoxdur. Yük ədədində idi dediyimə görə mənfi 1 idi. O mənfini kompensasiya etməsi üçün yük ədədi 1 vahid artırdı ki, bərabərliyin solundan neynəsin? O eynilik qorunsun. Ona görə nüvənin yük ədədi 1 vahid artır. Qamma şüallanma 0'ın 0'a aid. Elektromaqnet dalğası idi və bu zaman ya yük ədədi ya da bizim kütlə ədədimiz dəyişmirdi. Ona görə cavab nə olacaq? Y. Baxıram ki, S-də nədir? Nüvənin kütlə ədədi 2 vahid azalır. Bu heç birinə aid deyil uşaqlar. Bu bizim kütlə ədədimiz ya 4 vahid azalırdı ya da dedik dəyişmirdi. Ona görə bu heç birinə aid olmayacaq. Yəni 1'ə B-dir, 2'yə A, 3'ə isə nə gəldi gördüyünüz kimi? Y variantı gəldi. İndi uşaqlar gəlin 65-ci sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, uzunluğu 40 sm olan uzanmayan sapdan asılmış maddi nöqtə tarazlıq vəziyyətindən 60 dərəcə bucaq altında kənara çəkilib buraxıldı. Tarazlıq nöqtəsindən keçərkən maddi nöqtənin sürətini hesablayın. Baxın, bizə nə deyir burada? Deyir ki, tarazlıq nöqtəsindən keçərkən, yəni həmin anda tarazlıq vəziyyətindədir demək olar ki, yəni sadəcə indi ola bilər bir balaca uzaqlaşma olsun. Yəni qeyd etdiyim kimi tarazlıq nöqtəsindən keçən anda deyil, tarazlıqda ilə olan anda deyil bizi burada. Yəni çaşdırıcı bir nüans olmasın sizin üçün. İndi uşaqlar, əgər bizim cisimimiz tarazlıq vəziyyətindədirsə, biz bilirik ki, potensial enerji nəyə bərabər edir? 0'a, amma kinetik enerji özünün hansı qiymətini alırdı? Maksimumunu. Və tam enerji də elə nəyə bərabərdir uşaqlar? Kinetikin maksimalına bərabər olurdu. İndi bizdən istədiyi nədir? Bizə deyir ki, maddi nöqtənin sürətini metr bölü saniyə ilə hesabla. Onda kinetikin yerinə əlbəttə ki, gətirib nə qoyacağım mən burada? MVM kvadratı bölü 2 ifadəsini gətirib qoyduq. Bir digər tərəfdən tam enerjini yerinə gətirib nə qoyacağım uşaqlar? MJ böyük H ifadəsini qoyacağım və buradan hündürlüyə gedəcək. İndi hündürlüyü hardan tapacağım? Gəlin başlayaq. Deməli, baxın, biz buradan bir üçbucaq ala bilərik. Görürsünüz, buradan bir oturacaq çəkdik və üçbucağı gətirdim, tamamladım. İndi bu nədir? Düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq biz bilirik ki, neçəyə bərabərdir? Nəyə bərabərdir? 90 dərəcəyə. Əlbəttə ki, bu ümumilikdə 90 dərəcəyə bərabərsə və bura 60 dərəcə verilibsə, onda bura nəyə bərabərdir uşaqlar? 30 dərəcəyə. Təbii ki, bura bizim el uzunluğumuzdur. Bura isə bizim nəyimiz adlanırdı? Hündürlüyümüz. Biz buradan sinusu tapa bilərik. Sinus nəyə bərabər edir uşaqlar? Biz bilirik ki, sinus alfa qarşı katetin hipotenuza nisbətidir. Yəni, H-ın elə nisbətidir. Sinus da indi neçə dərəcədir? 30 dərəcədir, elə deyilmi? İndi sinus 30 dərəcədə bəs yaxşı. Nəyə bərabərdir uşaqlar? Gəlin yazaq. Sinus 30 dərəcədə də bərabər olacaq 2'də 1'ə. İndi H bölünsün el. Elimiz də neçədir? 40 santim. Uzunluğu baxın. Sapın nə qədərdir? 40 santim. Onu da metrə çevirəndə eləyəcək neçə? 0,4. Sinus indi 30 dərəcədə hansı qiymətini alırdı? 2'də 1'i. 2'də 1 bərabər olacaq onda. H bölünsün 0,4'ə. Buradan da 2H bərabərdir 0,4'ə. H da bərabər olacaq nəyə? 0,2 metrə. İndi gətirib bircə baxın, burada yerinə qoyaraq sürət üçün qiymətimizi çıxaraq. Hər tərəfdən kütlələr getdi, işimiz yoxdur. J'miz 10'dur, H-ımızı 0,2 aldıq, V-ni tapmalıyıq, məqsəd o idi, bölünsün 2'yə. Deməli, buradan V-in kvadratı bərabər olacaq. Bu 10'la bu 0 getdi. Qaldı deməli 4'ə, V-im də elə nəyə bərabərdir? 2'yə. Yəni, tarazlıq vəziyyətini keçən anda mənim artıq bu kürəciyimin sahib olduğu sürət nəyə bərabər imiş? 2 metr bölü saniyəyə bərabər imiş. Gəlin burada situasiyamıza baxaq, görək nə deyir bizim üçün. Deyir ki, alpinistlər dəniz səviyyəsindən 1260 metr hündürlükdə düşərgə salaraq istirahət etmək qərarı aldılar. Dəniz səviyyəsində atmosfer təzyiqi 760 mm civə sütunu olub, hər 12 metr hündürlüyə qalxanda 1 mm civə sütuna qədər azalır. Doyan su buxarının təzyiqinin də temperaturdan asılılıq cədvəli aşağıda deyir verilib. İndi 58-də bizə qeyd edir ki, cədvəldən istifadə edərək bu hündürlüyə suyun hansı temperaturda qaynayacağını təyin edin. Deməli, gəlin baxaq. Baxıram ki, uşaqlar, bizim normalda atmosfer təzyiqimiz dəniz səviyyəsində nəyə bərabərdir? 760 mm civə sütununa.
Hündürlük artdıqca nə edir? Azalır. Hər 12 metrdən 1. Nə qədər azalır? 1 mm civə sütunu. Onda mən baxım ki, normaldan biz 1260 metr hündürlükdəyik. Onda 1260 bölünsün 12, hər 12 metrdən də 1 dedik, 1 mm civə sütunu azalırsa, onda neçə millimetr civə sütunu azalmışammış mən normaldakından? 105. Bunda gəlin bunu da hesablayaq. Onda 760 çıxılsın 105. Yəni bizim olduğumuz hündürlükdə təzyiq nəyə bərabər imiş? 655 mm civə sütunla. İndi bizdən istədiyi nə idi uşaqlar? Bizdən istədiyi odur ki, deyir ki, cədvəldən istifadə ilə bu hündürlükdə suyun hansı temperaturda qaynayacağını təyin elə. Baxıram ki, cədvəldə 655 mm civə sütununa uyğun qaynama temperaturu nə qədərdir? 95 dərəcə. Vəsiyo, qurtardı getdi. Bax, elə bizim də cavabımız budur. İndi gəlin keçək, gəlir bizim hansı sualımız? 59-cu sualımız. 59-cu sualda deyir ki, çaydandakı suyun kütləsi 5 kiloqram və başlanğıc temperaturu 15 dərəcə olarsa, suyu qaynama temperaturuna çatdırmaq üçün nə qədər istilik miqdarı vermək lazımdır? Uşaqlar, qaynamaya kimi mən bu suyu neynəməliyim? Qızdırmalıyım. Yəni, qızmaya sərf olunan istilik miqdarını istəyir bizdən. Qaynamaya çatana kimi qızdırdığımız artıq istilik miqdarı nəyə bərabərdir? Onda Q bərabərdir. Mən bilirəm ki, qızmaya, soymaya sərf olunan istilik miqdarı nə idi? Cm delta T. İndi baxırıq ki, suyun xüsusi istilik tutumu 4 kilojoule. Yəni 4 vur 10 üstü müsbət 3. Kütləni verib neçə? 5 kiloqram. İndi mənim olduğum hündürlükdə temperatur artıq neçə idi? Son həddimiz 95. Yəni qaynamaya kimi son hədd 95-dir. Başlanğıc isə neçə idi? 15 idi. Onda deməli, gəlin buradan tapaq. 4 vur 10 üstü 3. Vurulsun 5. Vurulsun, deməli bir digər tərəfdən 5. Bu da neçə edəcək? 80. Onda neçə aldıq? 20 vurulsun 80. 3200, daha doğrusu 1600, 20 vurulsun 80-dən. 1600 10 üstü 3 ilə parçalamırıq, olduğu kimi saxlayaq. 1600 neymiş? Deməli kilojoule imiş. Yəni mənim qaynamaya kimi sərf etdiyim istilik miqdarı yaxud verdiyim istilik miqdarı nəyə bərabər imiş? 1600 kilojoule. İndi keçək sonuncu situasiyamıza. Nə deyir burada bizim üçün? Deyir ki, odunun xüsusi yanma istiliyi Q bərabərdir 8 megajoule kiloqram bölünsün kiloqramdır və istiliyin 50% suyun qızmasına sərf olunarsa, suyu qaynama temperaturuna çatdırmaq üçün neçə kiloqram odun yandırmaq lazımdır? İndi baxın, bizə deyir ki, xüsusi yanma istiliyi 8 megajoule bölünsün kiloqramdır. Və bu istiliyin 50%-ni mən nəyə sərf eləmişəm? Suyun qızmasına. İndi biz bilirik ki, yanmaya sərf olunan istilik miqdarı nədir? Qm. İndi bunun 50% nədir? Yəni yarısı. Yarısı sərf olunur nəyə? Qızmaya. Yəni Q bərabərdir. Cm delta T. İfsiyon. 2 dənə bərabərliyi artıq biz burada. Nə edirəm elə? İfadəni daha doğrusu bərabərləşdirirəm. Qm bərabərdir elə Q'ya. Çünki biz bunun artıq ifadəsini tapmışıq. Belə də açmağımıza ehtiyac yoxdur. İndi Q'nu verib neçə? 8 megajoule bölünsün kiloqram. Yəni 8 vurulsun 10 üstü müsbət 6. Kütləni bilmirəm, bizdən onu soruşur. Bölünsün 2 bərabərdir. Q'nu nə tapmışdıq? 1600 kilojoule, yəni 1600 vur 10 üstü 3. Onu da buradan deməli 8 vur 10 üstü 6 vur m bərabərdir. 1600 vurulsun 2 vurulsun 10 üstü 3'ə. İndi burada 10 üstü 5'ləri elə mən apardım bundan. Qaldı 80 m bərabərdir 32. Elə deyilmi? İndi hər tərəfi 8'ə bölək gəlir bax birincisi. Onda 10 m bərabər oldu 4'ə. M də bərabər imiş. Sən demə elə nəyə? 0,4 kiloqrama. Yəni deməli 0,4 kiloqram odun yandırmaq lazımdır ki, bizim bu bərabərliyimiz, bu şərtimiz ödənsin. Bu da bizim situasiyamızın izahı idi.